Uyğunluq gözlənilmişdi. Monqol dövlətinin paytaxtını Pekinə köçürmüşdü Çingiz xan, Xublay xan paytaxtı Pekinə köçürmüşdü. Dehli sultanlığında hakimiyyətdə olmuşdu Məmlüklər sülaləsi. Səfəvilər tərəfindən himayə edilmişdi Teymuri hökmdarları. Monqolların Şərqi Avropaya yürüşləri qərara alındı. Onun qurultayında, əslində Qaraqorun qurultayında qərara alınmışdı. 3-cü Xaçlı yürüşündə Alman ordusu tərəfindən dağıdılmışdı Konya şəhəri. Sualın cavabı C bəndi. Azərbaycan ordusunun Qisas adlı antiterror əməliyyatı nəticəsində Qırğız və Sarıbaba yüksəklikləri hərbiçilərimizin nəzarətinə keçdi. Cavab D bəndi. Xəritədə işarələnmiş hər üç xanlığa aid oxşar xüsusiyyəti müəyyən edin. Xəritədə İrəvan xanlığı işarələnmişdir. Gəncə və Təbriz xanlıqları işarələnmişdir. Əfşar tayfasından olan sülalə tərəfindən idarə olunması, Əfşar tayfasından olan sülalə Təbriz xanlığını və İrəvan xanlığını idarə etmişdir, amma Gəncə xanlığını isə Qacar sülaləsindən olan Ziyadoğlu nəsli idarə etmişdir. Qubalı Fətəli xanın hücumuna məruz qalması, bu heç bir xəritədə işarələnmiş xanlıqların heç biri Qubalı Fətəli xanın hücumuna məruz qalmamışdır. Qarabağ xanlığından asılılığın qəbul edilməsi, hər üç xanlıq Qarabağ xanlığından asılılığı qəbul etmişdir. Cavab C bəndi. Digər variantlara da nəzər salaq. Hacı Çələbi xana qarşı birgə ittifaqa daxil olması, İrəvan və Gəncə xanlıqları Hacı Çələbi xana qarşı Gürcülərlə birgə ittifaqa daxil olmuşdu. 19-cu əsrin ilk 10 illiyində ləğv edilməsi, Gəncə 1804-cü ildə 19-cu əsrin ilk 10 illiyində ləğv edilsə də, İrəvan və Təbriz xanlıqları 19-cu əsrin ikinci 10 illiklərində ləğv edilmişdir. Daha sonra baş vermişdir. 30 illik müharibənin başlanması 1608, Augsburg sülhünün imzalanması 1555, Granada əmirliyinin süqut etməsi 1492, Tüdorlar sülaləsinin hakimiyyətə gəlməsi 1485, Kresi döyüşünün baş verməsi 1346-cı ildə olmuşdur. Burada daha sonra baş vermiş hadisə A bəndi. Nadir Şahın daxili siyasəti ilə bağlı uyğun fikirləri müəyyən edin. Nadir Şah 1736-1747-ci illərdə hakimiyyətdə olmuşdur. Hərbi dəniz donanmasının təşkili, Nadir Şah hərbi dəniz donanmasını təşkil etməyə cəhd göstərmiş, lakin buna nail olmamışdır. Azərbaycan əyalətinin yaradılması, baş vəzir və sədr əzəm vəzifələrinin ləğv edilməsi. Yanlış bəndi tapaq. Rəiyyətin hərbi qulluğa çağırılması Nadir Şahın daxili siyasətinə aid idi. Şamaxı əhalisinin Ağsuya köçürülməsi 1734-cü ildə baş vermişdir. Lakin bu dövrdə Nadir Şah deyildi. Vəqf torpaqlarının müsadirə olunması da Nadir Şahın daxili siyasətinə aiddir. Deməli, burada cavab C bəndi. 19-cu əsrin ikinci yarısında Cənubi Qafqazda Antlılar məhkəməsinin tətbiq edilməməsinin səbəbi Çar Rusiyasının yerli əhalinin məhkəmədə iştirakına imkan vermək istəmirdi. Cavab B bəndi. Göstərilənlər nəticəsidir. Kapitalist iqtisadi sisteminin əsası qoyuldu. Milli dövlətlərin yaranmasında əlverişli zəmin formalaşdı. Göstərilənlər reformasiya hərəkatının nəticəsidir. Cavab E bəndi. Şah 1-ci İsmail, Şah 1-ci Təhmasibdən fərqli olaraq Özbəklərlə müharibə aparmışdı. Bu hər ikisinə aiddir. Şirvanşahlar dövlətinin varlığına son qoymuşdu. Bu Şah 1-ci Təhmasibə aiddir. Osmanlıların hücumuna məruz qalmışdı. Hər ikisinə aiddir. Portuqalları Hörmüzdən çıxarmağa nail olmuşdu. Bu isə Şah 1-ci Abbasa aiddir. Deməli, Şah 1-ci İsmail, Şah 1-ci Təhmasibdən fərqli olaraq Ərəb İraqını Səfəvi dövlətinə birləşdirmişdir. Cavab D bəndi. Səbəb-nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Münhendə faşistlərin qiyam qaldırması, Almaniyada Weimar Respublikasının yaradılması. Münhendə faşistlərin qiyamı 1923-cü ildə baş vermişdi və bu qiyam uğursuzluqla nəticələnmişdi. Lakin Almaniyada Weimar Respublikası baş vermiş 1918-ci ilin noyabrında inqilab nəticəsində yaradılmışdır. Davos planının qəbul edilməsi, Fransa və Belçikanın Rur bölgəsini işğal etməsi. Fransa və Belçika Rur bölgəsini 1923-cü ildə işğal etmişdi.
Darius planı isə 1924-cü ildə qəbul edilmişdi. Əslində Fransa və Belçikanın Rur bölgəsini işğal etdikdən sonra Darius planı qəbul olunmuşdur. İngiltərə və Fransanın sakitləşdirmə siyasəti yürütməsi Sudet vilayətinin Almaniyaya ilhaq edilməsi ilə nəticələnmişdir. Montre konfransının keçirilməsi, Türkiyənin millətlər cəmiyyətinə daxil olması. Montre konfransı 1936-cı ildə keçirilmişdi və bu konfransın nəticəsində Türkiyə boğazlar məsələsində üstünlük əldə etmişdi. Lakin Türkiyə millətlər cəmiyyətinə daha əvvəl 1932-ci ildə daxil olmuşdur. Marna çayı sahilində Almanların hücumunun dayandırılması Şelifen planının uğursuzluqla nəticələnməsinə gətirib çıxarmışdı. Sualın cavabı A bəndi. Məntiqə ardıcıllığı tamamlayın. Ağqoyunlu qoşununun Bəyşəhir döyüşündə məğlub olması, 1461-ci il sülhünün pozulması. Bəyşəhir döyüşü 1472-ci ildə baş vermişdi və burada Ağqoyunlu qoşunu məğlub olmuşdu. Sultan II. Mehmet Azərbaycanı ələ keçirməsi, belə ki, Ağqoyunlu və Osmanlı arasında müharibələr baş versə də, Sultan II. Mehmetin Azərbaycanı ələ keçirmə məqsədi baş tutmamışdır. Ağqoyunlu bəyliyinin Qara dənizə çıxış yolunun bağlanması bu 1461-ci il müharibəsindən sonra baş vermişdir. Venesiyanın Ağqoyunlu qoşunlarını odlu silahla təmin etməsi, belə ki, 1472-ci ildə Təbrizdə Venesiya ilə Ağqoyunlu dövləti arasında müqavilə bağlansa da, Venesiya öz vədinə xilaf çıxmış və Ağqoyunlu qoşunlarını odlu silahla təmin etməmişdir. Ağqoyunlu Osmanlı müharibələrinin növbəti mərhələsinin başlanması cavab D bəndidir. Trabzon xəzinəsinin bir hissəsinin Bayandurluların əlinə keçməsi isə bu 1461-ci il sülhünün nəticəsidir. Fransanın cənubu və şimalındakı şəhərlərin inkişafı fərqli idi. Ölkənin cənubunda şəhərlərin yaranması və inkişafı xarici ticarət əlaqələrinin genişlənməsi ilə bağlı idi. Şimalında isə vilayətlər arasında iqtisadi əlaqələrin yaranması buna səbəb olmuşdu. Xaslı yürüşləri və şərq ölkələri ilə ticarət əlaqələri üçün əlverişli mövqedə yerləşməsi Cənubi Fransada şəhərlərin inkişafına təsir göstərmişdir. Bəhs olunan dövrdə Fransanın cənubunda feodal münasibətlərin zəif inkişaf etməsinin səbəbini mətnə əsasən müəyyən edin. Xarici ticarət əlaqələrinin zəif olması, əslində Fransanın cənubunda ticarət əlaqələri geniş idi. Güclü kral hakimiyyətinin mövcud olması, bəhs olunan dövrdə güclü kral hakimiyyəti Fransada hələ yox idi. Kral sadəcə Paris və Orlean ətrafı əraziləri idarə edirdi. Şimalda vilayətlər arasında iqtisadi əlaqələrin daha tez yaranması və bu Fransanın şimalındakı şəhərlərin inkişafına təsir göstərmişdi. Xaslı yürüşləri nəticəsində feodal mülklərin dağıdılması, bu xaslı yürüşləri Avropada deyil, şərqə doğru baş vermişdir. Sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlərin inkişafı Fransada feodal münasibətlərin, yəni Fransanın cənubunda feodal münasibətlərin zəif inkişafına gətirib çıxarmışdır. Cavab B bəndi. Duluzçuluq sənətinin mövcud olduğu dövrə aid deyil. Duluzçuluq sənəti Neolit dövründə yaranmışdır və indiki müasir dövrümüzə qədər bu sənət yaşadılmışdır. Biz isə sualda duluzçuluq sənədinin yaranmasından daha əvvəlki hadisəni tapaq. Dairəvi yaşayış evlərinin inşa edilməsi Eneolit dövrünə aiddir. İnsanların qan qohumluğu əsasında ana xətti ilə birləşməsi üst paleolit dövrünə aiddir. Və erkən Tunc dövrünə qədər davam etmişdir. Daş alətlərdən istifadə olunması duluzçuluq sənətinin mövcud olduğu dövrdə daş alətlərdən istifadə olunmuşdur. İnsanların ovçuluq və balıqçılıqla məşğul olması, bu da duluzçuluq sənətinin mövcud olduğu dövrdə insanlar ovçuluq və balıqçılıqla məşğul idilər. Axirət dünyasına inamın yaranmağa başlanması Orta Paleolit dövrünə aiddir. Yəni, Orta Paleolit dövrü bildiyimiz kimi Neolit dövründən daha əvvəl baş vermişdir. Duluzçuluq sənədinin mövcud olduğu dövrə aid
deyildi. Cavab D bəndi. Uyğunluğu müəyyən edin. Xəritədə rəqəmlərlə Bakı, Gəncə və Şərur Dərələyəz əraziləri işarələnmişdir. AXC-nin elan olunmasından sonra ilk siyasi böhran Gəncədə baş vermişdir. Sovet Rusiyası tərəfindən Erməni Daşnaq hökumətinə Şərur Dərələyəz verilmişdir. Azərbaycanın müstəqilliyini elan edən İstiqlaliyyət bəyannaməsi qəbul edilmişdir Tiflisdə. Xosrov bəy Sultanovun rəhbərliyi ilə general qubernatorluq təsis olunmuşdu Qarabağda. AXC parlamenti fəaliyyətə başlamışdı Bakıda. Deməli, sualın cavabı 1Y, 2A, 3B, yəni E bəndi. 1 və 11-ci əsrlər Azərbaycan tarixi üçün səciyyəvidir. Roma ilə diplomatik əlaqələrin saxlanılması, belə ki, 1-ci əsrdə Azərbaycan Roma ilə diplomatik əlaqələr saxlamışdır, amma 11-ci əsrdə Roma dövləti mövcud deyildi. Müstəqil dövlətlərin meydana gəlməsi, eramızdan əvvəl 4-cü əsrdə Azərbaycanda müstəqil dövlətlər yaranmışdır və ona görə də biz bu bəndi də düzgün bənd olaraq götürə bilmərik. Feodal münasibətlərin mövcud olması, belə ki, 11-ci əsrdə feodal münasibətlər mövcud olsa da, 1-ci əsrdə hələ Azərbaycanda feodal münasibətlər mövcud deyildi. Belə ki, Azərbaycanda feodal münasibətlər 3-cü əsrdə yaranmışdır. Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirilməsi, Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlətdə 10-cu əsrdə birləşdirilmişdir. Sualın cavabı C bəndi. 1-ci əsrdə və 11-ci əsrdə Azərbaycan alan tayfalarının qarətçilik yürüşlərinə məruz qalmışdır. ABŞ-nin Monroe doktrinasını irəli sürməkdə məqsədi Avropa dövlətlərinin Latın Amerikasında öz ağalaqlarını bərpa etməsinin qarşısını almaq idi. Cavab E bəndi. 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda, 1-ci Dünya müharibəsi 1914-1918-ci illərdə baş vermişdir. Məşrutə hərəkatı baş verdi 1905-1911-ci illərdə. Sovet ordusu Cənubi Azərbaycanı tərk etdi 1946-cı ildə. Rıza Şahın hərbi polis rejimi iflasa uğradı 1941-ci ildə. Türk qoşunları Sarıqamış döyüşündə qələbə qazandı, əslində məğlubiyyətə uğradı. Cavab B bəndi. Urmiya şəhərində soyqırım törədildi. 7-ci əsrin 30-cu illərində Albaniyanın müstəqil dövlətə çevrilməsinə təsir göstərmişdir. Arşakilər sülaləsinin nüfuzunun daha da artması bu düzgün bənd deyil. Varaz Qriqorun özünü Roma imperatorunun vassalı elan etməsi əslində Bizans imperatorunun vassalı elan etmişdir. Bizansla Sasanilərin öz aralarında müharibə apararaq zəifləmələri, Xəzərlərin Albaniyanı tərk etməsi. Cavab A bəndi. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Xəzər xaqanı ilə qohumluq münasibətinin qurulması Albaniya dövlətinə aiddir. Avarlara qarşı uğurlu mübarizə aparılması həm Frank dövləti, həm də Göytürk xaqanlığına aiddir. Axund dövlətinin ərazilərinin bölüşdürülməsi Göytürk xaqanlığına aiddir. Bizans dövləti ilə diplomatik əlaqələrin saxlanılması hər üç dövlətin tarixinə aiddir. Ərəb qoşunlarının məğlub edilməsi Frank dövlətinə aiddir. Deməli, burada cavab D bəndi. 1920-ci illərin sonlarına doğru dövlətin tətbiq etdiyi sərt iqtisadi metodlar kənddə iri təsərrüfat sahiblərinin iqtisadi marağının azalması ilə müşayiət olundu. Onların mülkiyyətlərinin Sovet dövləti tərəfindən müsadirə edilməsi qolçomaq təsərrüfatlarına böyük ziyan verdi. Bu da öz növbəsində kənddə məhsuldarlığın azalmasına, istehsalın zəifləməsinə gətirib çıxartdı. Mətndə haqqında bəhs olunan iqtisadi tədbirlərin hərbi kommunizm siyasəti ilə ümumi cəhətlərini müəyyən edin. SSR-nin sərt iqtisadi metodlardan istifadə etməsi, hərbi kommunizm illərində SSR dövləti mövcud deyildi. Kənddə istehsalçının iqtisadi marağının azalması, bütün ölkənin ərzaq böhranı ilə qarşı-qarşıya qalması, kənd təsərrüfatının kollektivləşdirməsinin həyata keçirilməsi, kollektivləşmə siyasəti isə hərbi kommunizm illərində mövcud olmamışdır. Cavab B bəndi. Salon islahatları və AXC-nin iqtisadi tədbirlərinə əsasən kənd təsərrüfatında muzlu əməkdən istifadəyə icazə verilməsi, salon islahatları dövründə kənd təsərrüfatında daha çox qul əməyindən istifadə olunurdu. Hər bir vətəndaşın dövlət idarəçiliyində vəzifə tutmaq hüququ qazanması,
Bu isə iqtisadi tədbir deyil. Bütün torpaqların dövlət mülkiyyəti elan edilməsi, bu da düzgün bənd deyil. Xırda kəndli təsərrüfatlarının ümumi təsərrüfatlarda birləşdirilməsi, bu Azərbaycan SSR-nin mövcud olduğu dövrə aiddir. Ərzaq məhsullarının ixracına qadağan qoyulması, cavab E bəndi. Şəddadilər və Qaraxanlı dövlətlərinə aiddir. Xəzər xaqanlığına qarşı mübarizə aparmaları, bu dövrdə Xəzər xaqanlığı mövcud deyildi. 1-ci Məlikşah tərəfindən süquta uğradılmaları, Şəddadilər 1-ci Məlikşah tərəfindən süquta uğradılsa da, Qaraxanlı dövləti Səlcuqlar tərəfindən süquta uğradılmamışdır. Samani dövlətinin ərazilərini ələ keçirmələri bu Qaraxanlı dövlətinə aiddir. Səlcuqların hücumuna məruz qalmaları sualın düzgün bəndi D bəndidir. Klassik feodalizm dövründə meydana gəlmələri əslində erkən feodalizm dövründə meydana gəlmişdir. Deməli, cavab D bəndi. Azərbaycanın 20-ci əsrin 40-80-ci illərində fəaliyyət göstərmiş bəstəkarlarını cədvəldə müvafiq olaraq müəyyən edin. Fikrət Əmirov, Qara Qarayev, Şəfiqə Axundova, cavab C bəndi. Xronoloji ardıcıllığı müəyyən edin. Şirvanşahlar dövlətinin Cəlairlərdən asılı hala düşməsi 1367, Sultan 1-ci Süleymanın Azərbaycana hücuma başlaması 1534, Şəməsi döyüşünün baş verməsi 1494, Əlincə qalasının Əmir Teymura təslim olması 1400-cü ilə aiddir. Burada xronoloji ardıcıllıq 1, 4, 3, 2. Teymuri Şahruğun Azərbaycana yürüşü üçün xarakterikdir. Şirvanşah 1-ci Xəllullah ilə hərbi ittifaqa daxil olması, Ağqoyunlarla müttəfiqlik münasibətinin saxlanılması, göstərilənlərin aid olduğu dövlətləri müəyyən edin. Çində Taypinlər üsyanına qarşı mübarizə aparmaları, Krım müharibəsində Osmanlı dövlətini müdafiə etmələri, Antanta ittifaqının üzvü olmaları. Göstərilənlər Fransa və İngiltərəyə aiddir. Cavab 1, 2. 19-cu əsrin əvvəllərində Rusiya tərəfindən Azərbaycanın şimal torpaqlarının işğalına şərait yaratmışdı. Çar 1-ci Nikolayın Şərqi Gürcüstanın daxili müstəqilliyinin ləğvi haqqında fərman verməsi, bu fərmanı Çar 1-ci Aleksandr vermişdir. Bakı yaxınlığında Rus qoşunlarının komandanı Sisyanovun öldürülməsi, bu hadisə 1806-cı ildə baş vermişdir. Amma Rusiya tərəfindən Azərbaycanın şimal torpaqlarının işğalını 1801-ci ildə başlamışdır. Yassi müqaviləsi ilə Osmanlı dövlətinin Cənubi Qafqazda fəal siyasət yürütmək imkanından məhrum qalması, Qacarlar dövlətində siyasi qeyri-sabitliyin hökm sürməsi, Azərbaycanın parçalanmış vəziyyətdə olması. Cavab 3, 4, 5. İlk əlavə və düzəlişlərin qəbul olunmasına qədər fəaliyyət göstərmiş ABŞ Konstitusiyasına aid uyğunluğu müəyyən edin. Müsbət cəhətlər, mənfi cəhətlər. Məhkəmənin hökmü olmadan həbslərin qadağan edilməsi 1791-ci ilə aiddir. Köləliyin ləğvi ABŞ Konstitusiyasında həmin dövründə nəzərdə tutulmamışdır. Hakimiyyət bölgüsünün təsbit olunması müsbət cəhətdir. Seçki hüququnun göstərilməməsi mənfi cəhətdir. Qaradəlilərin mülki və siyasi hüquqlar əldə etmələri 1866-cı ilə aiddir. Deməli, cavab 1, C, 2, D. 100 illik müharibədən sonra İngiltərə krallığı daxildə böyük sarsıntılarla üzləşdi. Taxt-taca gələn İngilis krallarından əksəriyyəti qiyamlar və sui-qəsdlər nəticəsində zorakılıqla öldürülürdü. Çünki müharibələrdə zərər çəkmiş krallıq çox vaxt əhali üzərinə ağır vergilər qoyur və ya feodallara siyasi güzəştlər getməyə məcbur qalırdı. Hərbi qarətlərdən varlanan feodalları isə idarə etmək çətinləşir və onlar arasında müharibələr baş verirdi. Belə bir dövrdə Lankaster və York sülalələri arasında hakimiyyət uğrunda müharibə baş vermişdi. 30 il davam edən müharibədə 7-ci Henrik qalib gəldi, o ara müharibələrə son qoydu. Mənbədə bəhs olunan 7-ci Henrikin qələbəsi ilə başa çatmış müharibənin adını qeyd edin. Al-Qızılgül və Ağ-Qızılgül müharibələri. İki feodal qrupunun hakimiyyət uğrunda apardığı müharibə nəticəsində İngiltərədə hansı sülalə hakimiyyətə gəldi? Tudorlar sülaləsi. Mənbəyə və tarixi biliklərinizə əsasən 7-ci Henrikin kral hakimiyyətini gücləndirmək üçün həyata keçirdiyi iki tədbiri yazın. Feodalların hərbi dəstəsini ləğv etdi, ara müharibələrə son qoydu, iri feodallara qarşı mübarizə apardı, zadəganlar və orta təbəqə üzərində
az vergi qoymaqla onların dəstəyini qazandı və buna uyğun ehtimal olunan digər doğru cavablar.